hüceyrələri ac qalır və məhv olur. Həmin müddətdə isə xərçəng xəstələrinin vəziyyəti yaxşılaşır. Sözügedən unikal meyvə şirəsini hazırlamaq üçün isə yalnız orqanik tərəvəzlər lazımdır. Həmin tərəvəzlər bunlardır: çuğundur, kök, kərəviz kökü, kartof, turp. Bütün bu komponentləri blenderda qarışdırmaq lazımdır və müalicə prosesi bununla başlayır. Çuğundur zəngin antioksidant mənbəyidir. O həmçinin isə B1, B2, B6 vitaminləri, fol və pantoten turşuları, kalium, fosfor, maqnium, kalsium, natrium, dəmir və sink kimi minerallarla zəngindir. O sağlamlıq üçün ən faydalı tərəvəz sayılır. Çuğundura qırmızı rəngi verən beta-sianin adlanan bənövşəyi pigmentlərdir. Bir çox elmi araşdırmalar sübut edib ki, çuğundur leykoz və xərçəngi müalicəsi üçün son dərəcə faydalıdır. Əvvəla çuğundur betainlə zəngindir. Amin turşuları isə xərçəng əleyhinə effektiv vasitə hesab olunur. Eyni zamanda o güclü soyuqlama əleyhinə vasitədir və